الحمد لله رب العالمين نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له شهادة نرجو بها النجاة يوم الدين وأشهد أن محمدًا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه أجمعين أما بعد فأوصيكم بتقوى الله فاتقوا الله عباد الله واعلموا أننا في أيام عظيمة. Əziz değerli kardeşler, əziz, hörmətli müsəlmanlar, ilk öncə Allah'tan qorxmağı tövsiyə edirəm. Allah'tan qorxun və bilin ki, əzəmətli bir günlərdəyik. O günlər ki, Allah Teala and içib bu günlərə. Öz kitabında, öz kəlamında deyərək ki, vəl-fəcr və ləyəlin əşr, and olsun sübh çağına, fəcrə, 10 gecələrə və əksər təfsir alimləri deyiblər ki, bu 10 gecələr Zilhiccənin 10 günüdür. Ona görə deyib sallallahu aleyhi və səlləm, salih əməlin Allaha ən sevimli olduğu günlər kimi, yəni bu günlər kimi salih əməlin Allaha ən sevimli olan başqa günləri yoxdur. Yəni bu günlərdə salih əməllər Allaha daha çox sevimlidir. Ona görə soruşdular, ya Rasulallah, Allah yolunda vuruşmaqdan belə, dedi ki, Allah yolunda vuruşmaqdan belə, yalnız o kişi ki, öz nəfsi ilə, malı ilə çıxar, heç bir şeylə qayıtmaz. Və bu günlərdə ediləcək əzəmətli bir ibadət üçün gəlmişik. Əzəmətli bir rukun, hansı ki, İslamın ruknudur. Necə bilirsiniz, həcc ibadəti. Dinin əzəmətli şuarlarından bir şuar, hansı ki, ümməti cəm edir. Yeryüzünün hər bir tərəfindən, istər ərəbi olsun, istər əcəmi olsun, fərq qoymadan, qocasını, cavanını, kişisini, qadınını bir yerdə toplayır. Bir ibadət üçün, o ibadəti yerinə yetirmək üçün bir Rəblərinə yönəlirlər, rəhmətinə ümid edərək və ümmətin birliyi görsənir bu ibadətdə. Ona görə rəğbətləndirib Allah Teala bu ibadətə, eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm rəğbətləndirib bu ibadətə kimin imkanı varsa, çünki bu ibadət özündən əvvəlki günahları silir. Özündən əvvəl nə varsa, nə xəta varsa, nə səhv varsa, nə günah varsa, hamısını darmadağın edir. O görə gəlib Amr ibn Aslan radiyallahu anhudan deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, məgər bilmirsən ki, İslam özündən əvvəl nə varsa onu silir, yox edir. Sonra dedi ki, məgər bilmirsən ki, hicrət özündən əvvəl nə varsa onu silir, yox edir. Sonra dedi ki, məgər bilmirsən ki, həcc özündən əvvəl nə varsa onu silir, yox edir. Bəli, həcc günahların təmizlənməsidir. Günahlardan pak olmaqdır. Və deyib sallallahu aleyhi və səlləm, kim həcc edərsə, pis söz danışmasın, pis söz söyləməsə, yəni pis əməl etməsə, dili ilə, əməlləri ilə, qayıtdıqda sanki anasından yenidən dünyaya gəlmiş kimidir. Yəni təmizdir günahlardan. Ona görə Fudayl ibn İyad rahiməhullah həcdə Ərəfa gecəsi baxır insanların bir yerə cəm olmasına,
Və sual verir ətrafındakılara, deyir ki, əgər görsəz ki, bütün bunlar yığışıb bir kişinin yanına gəlib, ondan dirhəmin 1/6 istəsə, o verməz onlara onu. Yəni, onlara imtina edər. Deyirlər ki, yox, əlbəttə ki, verər. Nədir ki, dirhəmin 1/6? Deyir ki, Allaha and olsun ki, Allahın bağışlamağı, onların dualarına cavab verməyi bu kişinin onlara o dirhəmin 1/6 verməkdən daha asandır. Ona görə məbrur həc, yəni qəbul olunan həc, onun mükafatı cənnətdir. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyib. Və davam edib deyib ki, ümrədən ümrəyə kəffarədir onlar arasında olana. Bir ümrə ilə digər ümrə arasında nə varsa ümrə etmirsənsə kəffarədir. Və sonra deyib ki, məbrur həccin mükafatı ancaq cənnətdir. Məbrur həccin əvəzi cənnətdir. Ona görə də həcc əfsəl ibadətlərdəndir. Cəm edir özündə həm bədən ibadətini, həm mal ibadətini. İnsan bədənini də sərf edir. Məşəqqətlərə qatlanır, yorulur. Uzaq səfərləri qət etməyə səbr edir. Malı da gedir. Malı da sərf edir, xərcləyir. Ona görə kim qadirdirsə, tələsməlidir bu ibadəti yerinə yetirməyə. Və kim qadir deyilsə, ümid etməlidir. Və qadir olan gecikdirməməlidir. Deməməlidir, sonraya saxlayım. Tənbəllik etməməlidir. Çünki bilmir. Bir daha o fürsət ona gələcək, yoxsa yox. Bilmir başına nə gələcək. Ona görə deyib sallallahu aleyhi və səlləm, kim həcc etmək istəyirsə tələssin. Çünki ola bilər ki, xəstələnər və ola bilər ki, kimsə xəstələnər, itər, ehtiyac çıxar. Ona görə də kasıblıqdan qorxma bu ibadəti yerinə yetirmək üçün. Çəkinmə, əksinə bu ibadət və buna bağlı olan ümrə kasıbçılığı aradan qaldırır. Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhadəti ilə deyir ki, sallallahu aleyhi və səlləm həcc günahları və kasıblığı aradan qaldırır, yəni silir. Və deyib ki, həmçinin həcc və ömrəni bir-birinin ardınca edin, yəni arasını kəsməyin. Həqiqətən onlar kasıblığı və günahları körüyün, dəmirin, qızılın, gümüşün pasını apardığı kimi aparmağı var. Və necə bilirsiniz, biz bugün bu həcc ibadətinin əvvəlindəyik. 8-ci Zilhiccənin əzəmətli bir gün. Bugün hansı ki, tərbiyə günü kimi tanınıb. Bugün həcc etmək istəyənlər üçün hazırlıqdır Ərafaya. Minaya çıxırlar. Təlbiyə edərək, Allahdan qorxaraq, tohidi ərsəyə gətirərək, deyərək ki, ləbbeyk Allahümmə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək. Bu özü tohiddir. Ona görə Cabir radiyallahu anh vəsf edəndə Peyğəmbər sallallahu aleyhi və səlləmin həccə niyyətini, təlbiyəsini dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm tohidə təlbiyə etdi. Çünki qəlb istəyir Allahın evinə getməyi və sevinir, fərəhlənir, ola üst tutduqda, yol uzun olsa da, məşəqqət olsa da. Çünki Allah Taala'nın evi əzəmətlidir. Allah Taala əzəmətləşdirib bu evi və əmr edib Peyğəmbəri İbrahimə onun sütunlarını, dirəklərini bərpa etsin, pak etsin o evi, tavaf edənlər üçün, ibadət edənlər üçün, ruku, səcdə edənlər üçün. Ona görə baxsaq həcdəki mənalara, görək ki, ən başlıca məna onda Allah Taala'nın tövhididir. Ubudiyyətdir. Ən əzəmətli məna budur həcdə. Və Allah Taala'nın evi
hansı ki insanlar ora həcc etmək üçün gəlir. Məqsəd tevhiddir. Məqsəd, qəsd Allah Taala'nın razılığını qazanmaqdır. Günahlarının bağışlanmasıdır. Ona görə İbrahimə Allah Taala əmr edir öz kəlam, necə ki kəlamında buyurub: "Və iz bəvvə'nə li İbrahimə məkanəl beyt ən la tuşrikə bi şey'a." Biz İbrahimə evin yerini bildirdik və ya göstərdik və dedik ki, Allaha heç bir şeyi şərik qoşma. Sonra deyir ki: "Və tahhir beytiyə lit-taifin vəl-qaimin və rük'əs-sucud." Evi təmizlə, pak et. Tavaf edənlər üçün, namaz qılanlar üçün, ruku, səcdə edənlər üçün. Lakin ilk vəsiyyəti nədir? Tövsiyyəti nədir? Əllə tuşrikə bi şeyə. Mənə heç bir şeyi şərik qoşma. Ona görə də tevhidsiz həcc yoxdur. İxlassız ibadət yoxdur. Əgər əməl Allah üçün deyilsə qəbul deyil. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi üzərində deyilsə qəbul deyil. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bu əzəmətli ibadəti öyrədəndə deyirdi əshabına: "Xudu anni mənasikakum." Məndən həccinizin əhkamlarını götürün. Ona görə 9 il oturub həccə çıxmadı. 10-cu ildə həccə çıxdığında Mədinəyə çox saylı insan axın etdi. O vaxt elan etdi ki, həcc edəcək. Nə üçün gəlmişdilər? Hamısı istəyirdi ki, necə Peyğəmbər sallallahu aleyhi və səlləm əməl edib o cür əməl etsinlər. Bu səbəbdən həccin ilk anından ta sonuna kimi elə etməlisən ki, əməlin Allah üçün olsun, Peyğəmbərin etdiyi kimi olsun ki, qəbul olsun Allah Taala'dan. Və gəlib səhih Buxari və Müslimdəki İbn Ömər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin təlbiyəsini nəql edəndə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm təlbiyəsində bu sözləri deyib: "Ləbbeyk Allahumma ləbbeyk, ləbbeykə la şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk la şərikə lək." Bu təlbiyə heç də mücərrəd deyilən sözlər deyil. O ləfz deyil ki, deyirsən, keçib gedirsən. Xeyr, bu əqidədir. Hansı ki, etiqad edirsən, elan edirsən bu ibadətə girdiyində, qəlbin ona ram olur, tabi olur. Sanki qul deyir ki, ey Rəbb, ey Rəbbim, səndən qeyrisinə ibadət etmərəm. Səndən qeyrisinin rəhmətinə ümid bəsləmərəm. Səndən qeyrisindən qəbul istəmərəm. Çünki həcc dedik ki, ubudiyyətin özüdür. Deyəndə bu təlbiyəni, mənası odur ki, həmçinin sənin çağırışına cavab verirəm. Və cavab verdikdən sonra bir daha cavab verirəm. İtayətindəyəm, əmrinə tabiyəm, nəfsimin havasını tərk etmişəm, nəfsimin istəklərini tərk etmişəm. وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Bacaran kəslər üçün Allah Taala'nın evini həcc etmək vacibdir. Və həcc əzəmətli ubudiyyətdir. Çünki həcc edən tavaf edir, səy edir, Ərafada dayanır, daş atır, bir ibadət yerindən digərinə nəql edir, keçir. Hamısı Allahın itayəti üçündür. Heç də adət etdiyi üçün deyil və ya görünüş olsun deyə etmir, riyakarlıq olsun deyə etmir. Lakin Allah Taala'nın itayəti, Peyğəmbərinə tabiçiliyi var bu ibadətdə. Deyib ki, sallallahu aleyhi və səlləm: "Litəxulu mənasikakum." Necə ibadət etdiyinizi götürəsiniz deyə. Yəni bu ibadət edirəm ki, necə həcc edirəm, o cür edəsiz. Və sonra deyir ki, "Fəinni la ədri لَعَلِّ لَا حُجُّ بَعْدَ حَجَّةِ هَذِي." Deyir ki, ola bilsin ki, bu həccimdən sonra mən bir daha həcc etməyim. Ömər ibn Xattab radiyallahu anhu Qaradaşa yaxınlaşır, öpür o qaradaşı. Sonra deyir ki, mən bilirəm ki, sən daşsan. Nə zərər verirsən, nə də fayda verirsən. Əgər görməsəydin Peyğəmbər sallallahu aleyhi və səlləm səni öpüb, səni öpməzdim.
bu tabiçiliyin kamilliyidir. Ubudiyyətin həqiqiliyidir. Mömin Allahın və elçisinin əmrinə deyir ki, eşitdim, itaət etdim. Çünki qaradaş onun dediyi kimi bir daşdır. Nə fayda verir, nə zərər verir. Lakin müsəlman Peyğəmbərinə tabidir. O onu öpdüyü üçün öpür. İslamın, həccin nişanəsidir deyə o nişanəni əzəmətləşdirir. Zəlikə və mən yuəzzim şəirəllah fə innəhə min təqvəl qulub. Bu belədir ki, bu Allahın nişanələridir. Kim Allah Taala'nın nişanələrini əzəmətləşdirsə, bu onun qəlbinin təqvasıdır. Və həcc birbaşa Peyğəmbərlərlə bağlılığı var. Peyğəmbərlərin sünnəti var bu ibadətdə. Müsəlman həcdə xatırlayır ki, bu ev təvhid üzərində qurulub. İsmail, İbrahim əleyhissalam onun dirəklərini təvhid üzərində qaldırıb. Çünki Allah Taala onlara belə əmr edib və çağıran dualarında o səbəbdən Allah Taala'dan diləyiblər ki, Rabbənə təqəbbəl minnə. Ey Rəbbimiz bizdən qəbul et. Bu əzəmətli bir dərsdir. Və ibrət heç də əməlin özündə deyil, mücərrəd əməli yerinə yetirməkdə deyil. İbrət əməlin Allah tərəfindən qəbul edilib, edilməməyindəndir. Sonra bizim bu ümməti də unutmayıb. Bu ümmət üçün dua ediblər. Rabbənə vəb'əz fihim rasulən minhum. Deyiblər ki, ey Rəbbimiz, onların içindən onlara elçi göndər. Yətlu aleyhim əyətik. Onlara sənin ayələrini oxusunlar. Və yuallimuhumul kitəbə vəl hikmə və yüzəkkihim. Onlara kitabı, hikməti öyrətsinlər. Onları təmizləsinlər. İnnəkə əntəl əzizul həkim. Həqiqətən sən izzət və hikmət sahibisən. Və bu duanın səmərəsi Peyğəmbər sallallahu aleyhi və səlləmdir. İbrahimin duasının bəhrəsi Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Elçi olaraq göndərilib. Ona görə gəlib Səhih Müslimdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Musa Peyğəmbəri xatırlayaraq, onun təlbiyə etməsini xatırlayaraq deyir ki, sanki mən Musaya baxıram, yüksək bir yerdən eniş edir, təlbiyə ilə səsini uzaldaraq Allah Taala'ya yalvarır. Və həcc Peyğəmbərlərin yoludur. Həcc təvhid əhlinin şuarıdır, salihlərin məsləkidir. Həcc həmçinin elandır. Elan edirsən ki, cahiliyyə adətlərinə yer yoxdur. Nə bu ibadətdə, nə bundan qeyrisində. Elan edirsən ki, qövmçülük, təəssübkeşlik, nəsəblə, nəsillə fəxr etmək İslamda yoxdur. Həmçinin bu ibadətdə də. Bu ibadət o mənanı açıq-aşkar irəli sürür. Həcc edən cahiliyyə adətlərini darmadağın edir. Təkəbbürlüyü, qövmçülüyü bir kənara atır. Deyir ki, Allah Taala "Thumma afidu min haythu afadan nas vestağfirullaha innallaha gafurur rahim." Sonra insanlar haradan axın edir, oradan axın edir. Yəni haradan nazil olur, hara gəlir, ora gəlin. Allah Taala'dan bağışlanma diləyin. Həqiqətən Allah Taala bağışlayan rəhimlidir. Çünki Qureyş cahiliyyədə öz nəfsini hamıdan üstün görürdü. Digər qəbilələrdən özünü böyük görürdü. İnsanlardan artıq görürdü. Ona görə insanların dayandığı yerdə dayanmırdı. İnsanlar Ərafada dayananda onlar dayanmırdı. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm Ərafaya çıxmağı ilə onların adətlərini batil etdi. Çünki onlar iddia edirlər ki, onlar Ərafaya girmirlər. Çünki Ərafa haramın ərazisi deyil. Onlar isə haramın əhlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm o adəti ləğv etdi. Çünki Allah Taala əmr etdi. İnsanlar harada dayanır, orada dayansın ki, insanların hamısını bir yerdə cəm etsin, birliyi olsun. Və vida həccində Peyğəmbər sallallahu aleyhi və səlləm bu birliyi təmin edib. Və vida xütbəsi hansı ki məşhurdur, bilirsiniz, deyir ki, orada ələ kullu şeyin min əmril cahiliyyə təhtə qədəmi məvdu. Cahiliyyə işindən nə varsa hamısı ayağımın altındadır, yəni batildir, heçdir, puçdur. Ona görə həcc öyrədir ki, təkəbbürlüyün bu ibadətdən heç bir əlaqəsi yoxdur. Eləcə də Allahın dini ilə heç bir əlaqəsi yoxdur. Nəsəblə fəxr etməyin, dərinin rəngi ilə,
malla fəxr etmək cahiliyyədən qalma bir adətdir. Və həcc ümmətin birliyidir. Və ümmətin birliyi tohidin əsası ilə özünü biruzə verir. Hər bir Peyğəmbər bunu həyata keçirib. Eləcə də bizim Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm bunu həyata keçirib. Səhabələri də onun davamçısı olaraq bunu yerinə yetirib, bunu həyata keçirib. Görsən ki, hamı eyni təlbiyəni deyir, eyni niyyəti edir, eyni zikri təkrarlayır. Hamı bir evi tavaf edir. Səfa Mərvə arasında eyni səy edir. Hamı Ərafada eyni cür dayanır. Müzdəlifədə eyni cür dayanır. Daş atmağı eyni cür riayət edir. Çünki bu ümmət birdir. Və Allah Teala da bir olmağını istəyir. İnnə həzihi ümmətukum ümmetun vahidə və ənə rabbukum fə'budun. Həqiqətən sizin bu ümmətiniz bir ümmətdir və mən də sizin Rəbbinizə mənə ibadət edin. Və insanlar həcdə libasına baxsan bu birliyi görürsən. Görsən ki, eyni libasdadır. Eyni qəlbə sahib, eyni Rəbbə dua edir, eyni Peyğəmbərə tabi olur, eyni tərbiyəni deyir. Və həcc insanları heç bir şeylə fərqləndirməyib. Yalnız bir şeylə fərqlənə bilərsən. O da təqvandır, Allah qorxundur. Həcdə fərq yoxdur kasıbla varlı arasında, fərq yoxdur yaxınla uzaq arasında, fərq yoxdur ağdərli ilə qaradərli arasında, ərəblə əcəb arasında. Hamı eyni bəzəydədir, eyni zinətdədir, eyni libasda, eyni torpaqda, eyni Rəbbin önündə hamı eyni şeyi arzuluyur. Allahın rəhmətini, onun razılığını, məğfirətini və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allah lə yandur ilə suvarikum. Həqiqətən Allah Teala sizin şəkillərinizə baxmır, yəni formanıza, cisminizə baxmır. Və lə əmvalikum, nə də mallarınıza baxmır. Və ləkin yandur ilə qulubikum və əməlikum. O sizin qəlblərinizə və əməllərinizə baxır. Və bildirib Rəbbimiz ki, o insanları bir kişidən, bir qadından xəlq edib, onları millətlərə, xalqlara bölüb ki, bir-birlərini tanısınlar. Sonra deyir ki, İnnə əkramakum, İndəllahi ətqakum. Allah yanında sizin ən hörmətliniz Allahdan qorxanınızdır. Və həmçinin həcc öyrədir bizə ki, həcc bizdən əminamanlıq tələb edir. Salamatlıq, etibarlıq tələb edir. İstəyir ki, əmin olasan, başqaları da səndən əmin olsun. Ona görə həccdə bu məna var. Bu cür tərbiyələndirir müsəlmanı ki, əmin olsun. Fikir ver, ov etməyi qadağan edib haram ərazisində. Qadağan edib hətta quşu hürkütməyi, qadağan edib ağac kəsməyi, qadağan edib müsəlmana əziyyət verməyi, qadağan edib ehramda ov etməyi, quru heyvanını ov etməyi, baxmayaraq Rəbbimiz icazə verib su heyvanını ov etməyi. Ona görə İbn Abbas radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkənin fəthində dedi ki, həqiqətən sizin bu şəhərinizi Allah Teala haram edib, yəni qadağan edib orada, yeri göyü xəlq etdiyi gündəki qadağası kimi, bu şəhərində qadağası var, haramlığı var. Haram da Allah Teala'nın haram etməsi ilə qiyamətə kimi kolu qırılmaz, yəni ağacı kəsilməz, ovu hürküldülməz, qovulmaz. Orada yerə düşmüş, itmiş bir əşya götürülməz. Yalnız o kəs götürə bilər ki, kimsə onun sahibini axtaracaq. Və həmçinin bil ki, İslam əgər heyvanın salamatlığını, ağacların, bitkilərin salamatlığını qoruyubsa bu ərazidə, eləcə də müsəlmanın salamatlığını da təmin edib. Qadağan edib onun qanını, malını, namusunu deməklə sallallahu aleyhi və səlləm kullu muslim alə muslim haramun dəmuhu və məluhu və ərduh. Hər bir müsəlmana haramdır qanı, malı və namusu. Həmçinin həccdəki mənalardan insan həcc etməklə dünyadan sanki özünü xilas edir. Onun bərbəzəyindən qaçıb axirətə üst tutur. Həcc müsəlmana öyrədir ki, bu libas hansı ki tərk edib və geyinib izarını, ridasını, bu onun üçündür ki, dünyanın fani olduğunu dərk eləsin.
bilsin ki dünyadan çıxacaq, dünyada qalmayacaq. Dünyada olan nə mal, nə vəzifə, nə şan, şöhrət ona fayda verməyəcək. Ona fayda verən onun dini olacaq. Ona görə Allah Teala o günü din günü adlandırıb. Ona görə hər gün oxuduğunuz, namazlarda tərəddüdlə təkrarladığınız, dəfələrlə üzərindən keçdiyiniz, bəlkə də fikir vermədiyiniz o ayə, Məlik-i Yevmiddin, din gününün sahibi. Ne için din günü adlanıb? Çünkü o gün din fayda verəcək. Dindən başqa heç bir şey fayda verməyəcək. Və deyib sallallahu aleyhi və səlləm, bu dünyaya bağlılıqdan çəkindirmək üçün deyib ki, dünyada elə ol ki, sanki sən qəribsən və yaxud da yol keçənsən. Və ən xeyirli azuqə hansı ki, əmr olunub bizə bu dünyadan əldə edək, Allah Taala'nın təqvasıdır. Ona görə buyurub ki, وَتَزَوَّدُوا فَاِنَّ خَيْرَ زَادِ التَّقْوَى Özünüz üçün azuqə götürün, yəni axirətiniz üçün və ən xeyirli azuqə Allah Taala'nın təqvasıdır. وَاتَّقُونِي يَا أُولِي الْأَلْبَابِ Ey ağıl sahibləri, məndən qorxun. Ona görə necə həcc səfəri üçün azuqə yığırsansa, eləcə də axirəti üçün də azuqə yığmalısan. Necə həcc edən Ərəfada dayanırsa, bilməlidir ki, əzəmətli bir gün yenə dayanacaqsan, lakin Rəbbinin huzurunda olacaq bu dayanış. Və o dayanış, o durma, o qədəmlər Rəbbinin huzurundan tərpənməyəcək, ta ki ondan dörd şey soruşulmadıqca. Ona görə hazırlaş o gün üçün və bil ki, həmçinin həcc İslam ədəblərindən bir ədəbi öyrədir sizə. Öyrədir ki, həcc heç də təkcə zahiri əməllər deyil. Əksinə qəlbin əməli də var burada. Həmçinin əxlaq var, hansı ki o əxlaqla tərbiyələnməlisən. Ona görə buyurur Rəbbin ki, həcc bəlli aylardadır və kimə həcc fərz olubsa, pis söz söyləməsin, fasiqliyi etməsin, həccdə münaqişə, mübahisə etməsin. Və deyib sallallahu aleyhi və səlləm, kim həcc edərsə, pis söz danışmazsa, fasiqlik etməzsə, qayıtdıqda anasından yenidən dünyaya gəlmiş kimi qaydar. Ona görə həcc edən söyüş söyməz, fasiqlik etməz, mübahisə etməz, əziyyət etməz, təkəbbürlük etməz, pis əxlaq göstərməz. Bu tərbiyə İslam tərbiyəsidir və həcdə bu məna daha çox ortaya çıxır. Ona görə həm həcdə, həm qeyrisində əmr olunub ki, dilini qoruyasan. Dilini qoruyasan qeybətdən, nəmmamlıqdan, qoruyasan qəlbini həsəddən, kindən, qoruyasan əzalarını asilikdən, günahdan, əksinə məşğul olasan istiğfarla, Allah Taala'nın zikri ilə və bil ki, bu günlər az sayı bəlli olan günlərdir. Və necə gəlib getdiyi, bir göz qırpımında olduğu kimi olacaq. Ona görə boş-boş işlərlə məşğul olmağı tərk edin. Dünya ilə məşğul olmağı tərk edin. Əksinə, Allah Taala'nın zikrini artırın. Allah Taala'nın zikrini çoxaldın. Bilin ki, bugün sizə Allah Taala'nı xatırlatmalıdır. Bugün sizə axirəti yada salmalıdır. O vaxt ki, insanlar Ərəfa düzündə, çölündə bir yerə cəm olduğunu gördüyünüzdə, Müzdəlifədə, Minada o əzəmətli topluğu görəcəksiniz. Bilin ki, o sizə xatırladacaq. Allah Taala'nın əvvəlkiləri, sonuncuları cəm etdiyi o günü يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ذَٰلِكَ يَوْمُ التَّغَابُنْ Allah Taala sizi o gün hamılıqla bir yerə cəm edəcək. O təqabun günü, o aldatma günü, o qiyamət günü və sabitdir Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, insanlar qiyamət günü həşr olunacaq, ayaq yalın, çılpaq, sünnətsiz. Ona görə o izdihamı gördükdə xatırla qiyaməti. Xatırla ki, Ərəfada dayanmaq sənə öyrədir ki, bir gün dayanacaqsan yenə o izdihamda. O vaxt ki, günəş yaxınlaşacaq sənə və Ərəfada insanları yorulmuş, tərli gördüyündə xatırla qiyaməti və kömək olsun sənə ki, səbr edə biləsən, gözəl əxlaq göstərəsən. Çünki qiyamət gününün dayanışı, çətinliyi, məşəqqəti Ərəfanın və digər həccin günlərinin
dayanışından, cəm olmağından daha şiddətli olacaq. Lakin Allah Taala'nın rəhməti genişdir, lütfü böyüdür, tövbə qapıları hələ də açıqdır. Qul ya ibadiyəllezine əsrafu alə enfusihim. De ki, ey öz nəfslərinə qarşı həddi aşmış bəndələrim, la təqnatu min rəhmətillah. Allahın rəhmətindən ümidinizi kəsməyin. İnnallaha yaghfiru zunubə cəmiyə. Allah Teala bütün günahları bağışlayır. İnnehu huvel gafurur rahim. Və Allah Teala'dan diləyirəm ki, Allah Teala bizim bu həccimizi məbrur olan həzlərdən etsin. Bizim ibadətlərimizi qəbul etsin. Tavafımızı, səyimizi onun sevdiyi, razı qaldığı bir şəkildə etsin. Bizə səmimi tövbə nəsib etsin. Etdiyimiz duaları, etdiyimiz zikirləri bizdən qəbul etsin, bizdən razı olsun. Allah Teala müsəlmanların əhvalını islah etsin. Onların sözlərini bir kəlmə ətrafında birləşsin. Harada zəif müsəlmanlar varsa, Allah Teala onlara kömək etsin. Allah Teala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Allah Teala bizə eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli dəm. Əstəğfiruhu innehu huvel gafurur rahim.